Bismillahirrahmanirrahim. Deməli, bundan əvvəlki 3 rolikdə biz dedik ki, İslam, elm və insan deməli, mövzusu ilə əlaqədar dedik ki, yaranışın əvvəlindən başlayaraq bizim and içmiş düşmənimiz olan iblis öz rəhbərliyi altında olan insan və cin şeytanlar ordusu ilə insanlığa qarşı mübarizə aparır və Allah Subhanahu taala Quran-ı Kərimdə deyir ki, mən insanları və cinləri yaratdım ki, mənə ibadət etsinlər, bəndə olsunlar. Bu həyatı isə yer üzündə yaratdım ki, insanları yoxlayayım. Deməli, insanların əməldə nəyə qadir olduqları üzə çıxsın. Yəni, bəndəçilik səviyyəsi üzə çıxsın. Deməli, Allah Teala biz dedik ki, bizi fitrətən müsəlman yaradır bu dünyaya. Uşaq vaxtdan fitrətin köməyi ilə biz, deməli, fitrətə söykənərək biz həm də valideynlərin köməyi ilə tərbiyə alırıq, böyüyürük və Quran-ı Kərimdə göstərilir ki, biz fitrətə söykənərək, özümüzü qınayaraq, özümüzü nəzarət altında saxlayaraq və Allahdan qorxaraq biz deməli, imanın ilk mərhələsinə çatmalıyıq və imanın ilk mərhələsinə çatarkən Allah Teala deyir ki, mən sizə bəsirət verəcəm, iman əhli edəcəm, düşüncə qabiliyyəti verəcəm və bundan sonra Allah Teala Quranda bizi Qurandan və Əhl-i Beytdən möhkəm yapışmağı, xilas iplərindən möhkəm yapışmağı və imanın yüksək mərhələsinə, bəndəçilik mərhələsinə, yəni kamil insan mərhələsinə, yaranmışların ən yaxşısı olan bir mərhələyə deməli biz ucalmalıyıq. Bu yolda bizə iblis və onun insan və cin şeytanlardan ibarət olan ordusu deməli hər cür yollarla deməli bizə təsirlər göstərirlər, bizi Allahın yolundan azdırmağa, bəndəçilikdən əl götürməyə deməli çalışırlar. Dedik ki, qısa olaraq bu işdə iblisə tarix boyu alimlər, filosoflar, tarixçilər, şairlər, yazıçılar və digər elm adamları kömək ediblər. Deməli, biz qısa olaraq din alimlərindən danışdıq. Dedik ki, əvvəlki din İsa aleyhissalam, Musa aleyhissalam deməli İslamla gələndə insanlara onların ölümündən sonra və yaxud onlar insanların arasından gedəndən sonra iblis çalışırdı onların gətirdiyi kitabları saxtalaşdırsın və onların dininin, İslamın üstündən bir dənə xətt çəkirdi və başqa İslama oxşayan, amma İslamdan çox fərqlənən, Allah dərgahında qəbul olunmayan başqa dinlər, İudaizm, Xristianlıq və s. yaradırdı. Amma axırıncı kitab ki, Quran-ı Kərim nazil oldu, Allah Teala bu kitabda xəbərdarlıq etdi ki, bu kitab qiyamətəcən aranızda qorunub saxlanılacaq və Peyğəmbərin Əhl-i Beyti sizin o kitabla birlikdə sizin aranızda həmişə olacaq. Yəni, Allah Teala dedi ki, bu mənim iki qırılmaz ipimdə onlardan bərk-bərk sarılsanız, iblis sizə deməli bu həyatda, bu sınaqda heç bir deməli qələbə çala bilməz və siz deməli iblisin şərrindən amanda qalarsınız. Deməli iblis gördü ki, təzə axırıncı kitab ki gəldi yerə, nazil oldu. Gördü ki, bu kitabı mən dəyişə bilməyəcəm, bu kitabı deməli saxtalaşdıramayacam və Əhl-i Beyti öldürə bilməyəcəm başqa peyğəmbərlər kimi. Belə çıxdı ki, iblis çalışdı yeni bir din yaratsın. Yeni bir taktika hazırladı insanlara qarşı, yeni bir din yaratsın ki, bu din Allah dərgahında qəbul olunmasın. Bu dinin adı İslam olmalıdır. Ona görə ki, Quran qorunaraq aramızda qalacaq. Deyəcək ki, Allahın dini İslamdır. Deməli, namaz, oruç, zəkat və s. əməllər qalmalıdır. Ona görə ki, onlar göstəriləcək bizə açıq-aşkar. Və iblis bizim psixologiyamızın və İslamın incə məqamlarını nəzərə alaraq elə bir din yaratdı ki, adı İslam olsun, amma Allah dərgahında qəbul olunmasın bu din. Deməli, buna da biz dedik ki, iblis bir dənə incə metodla, əsas metodla bu işə nail olur və 1400 ildir bu işi deməli həm din alimlərinin, həm fəlsəfə, tarix alimlərinin, dəqiq elmli alimlərin hamısı demək olar ki, eyni bu metodla deməli insanlığa Allahın yolundan azdırmağa çalışırlar. İblisin rəhbərliyi altında bu yol ondan ibarətdir ki, iblis Quranı məhv eləmir, Əhl-i Beyti məhv eləmir, çalışır alimlərin və onların saxta kitablarının köməyi ilə, saxta elmi kəşflərinin köməyi ilə çalışır bizim şuurumuzda, düşüncələrimizdə Allaha, Qurana və Peyğəmbərə qarşı şək və şübhələr yaratsın və biz Quran ayələrində göstərdik ki, əgər belə bir şək, şübhə azacıq da olsa insanın şuurunda, təsəvvürlərində olsa, Allaha qarşı onun böyüklüyünə, onun ədalətinə, varlığına və Peyğəmbərin məsumluğuna qarşı, Quranın səhih qorunan kitab olmasına qarşı insanda kiçik bir şübhə olsa, onun dini deməli Allah dərgahında qəbul olunmayacaq, bu insanda iman, bəsirət olmayacaq, düşüncə qabiliyyəti olmayacaq və bu insanları iblis öz arxasınca aparır cəhənnəmə. Baxmayaraq ki, onlar müsəlmandırlar və müsəlman sayılırlar.
sayılırlar. Dedik ki, yer üzerinde yaşayan müsəlmanların böyük əksəriyyəti bu qəbildən olan iblis arxasında cəhənnəmə gedən imansız müsəlmanlardılar. Bu işte gösterdi ki, tarixin əvvəlindən, İslamın əvvəllərindən gösterdi ki, Buxarilər, Müslimlər, Tirmizilər, Əhməd ibn Xanballar məşğul oldu. Onlardan sonra minlərlə alim bu alimləri deməli yazdıqları saxta dinə, İslama zid, şək şübhə yaradan deməli hədisləri, rəvayətləri yaymaqla, insanları aldatmaqla məşğul oldular. Buna misallar biz gösterdik və dedik ki, əhl-i sünnə alimlərin hamısı bir nəfərəcən və şiə alimlərinin isə 70-80% deməli insanları Allahın yolundan azdırmağa çalışırlar. Və 20-30 min tomdan ibarət bu 1400 ildə kitablar yazılıb ki, bu kitabların demək olar ki, hər birində 10-20-30 səhifədə ən azı bir dənə Allaha, Peyğəmbərə və Qurana zid, onlar haqqında şək şübhə yaradan hədislər, replikalar zəhərli var ki, bu zəhərli replikaları eşidən adam, bu alimlərin gifrozu altına düşən, onların kitablarının qalınlığına 20-30 tom olmasına inanıb, onların yazdıqlarını qəbul edən adam, avtomatik olaraq onların o bizdə şək şübhə yaradan deməli ifadələrinə imanı gətirir və bununla da imansız insana çevirirlər. Əgər imanları bu vaxtacan var idisə onu itirirlər, yox idisə iman yolları bunların üzrə bağlanır. Dedi ki, bu işdə şairlər də kömək elədi, İbn Sinalar, Farabilər bu işdə iştirak etdi, Nizamilər, Firdovsilər və bu günə qədər bütün incəsənət xadimləri, tarixçiləri, alimlər, şairlər bu işlə məşğul oldular. Hətta tibb alimləri bu işlə məşğuldular. 16-cı əsrdə İslam elminin deməli inkişafı ilə əlaqədar, həqiqi İslamın inkişafı ilə əlaqədar, Şah İsmail Xətai hərəkatının genişlənməsi ilə əlaqədar dünya şeytanpərəstləri deməli vahimə düşdülər və onlar İslama qarşı yeni bir cəbhə açdılar və bu cəbhədə deməli dəqiq elm alimləri də iştirak etməyə başladılar. Deməli Kopernik kimi, Giordano Bruno kimi, Kepler kimi, Newton, Galilei kimi alimlər deməli bu işə qoşuldular. Onlar saxta elmi kəşflər uydurub ortalığa çıxartdılar. Əvvəla bu alimlərin avtoritetləri süni şəkildə şeytanpərəst rəhbərlər, imperiya rəhbərləri tərəfindən şişirdilib ortalığa çıxartdı. Onları uşaq vaxtdan bizim təsəvvürümüzdən məktəb yaşlarından proqramlara salırlar. Onların avtoritetini o qədər böyüdürlər ki, biz onlara ən böyük dahilər kimi, peyğəmbərlərdən də böyük bir şəxsiyyət kimi baxırıq və bundan sonra onların elmi kəşflərini bizə deyirlər və biz o elmi kəşflərə 100% iman gətiririk. Yəni ki, 100% biz bilirik ki, Kopernik düz deyib ki, 16-cı əsr əvvəlindəki yer kürəsi günəş ətrafında fırlanır və s. Deməli, bunların fikirləşdiyi, ortalığa çıxartdıqları, uydurduqları onlarla elmi kəşf var ki, saxta, yalan elmi kəşflər. Biz 18-20 yaşımıza çatınca bu elmi kəşfləri hamımız öyrənirik məktəb proqramında və onlara 100% inanırıq. Əgər böyüyəndən sonra biz müsəlman oluruqsa, İslam qanunları ilə tanış oluruqsa, Quran-ı Kərimi açıb oxuyuruqsa, deməli biz avtomatik olaraq Quran-ı Kərimdə oradakı 100-dən çox ayələr var, yerin, göyün, kainatın yaranması, quruluşu haqqındadır. Deməli, bu ayələrin içində təxminən 50-60 ayə birbaşa kainatın ümumi mənzərəsini bizim gözümüz qabağında canlandırır. Yerin, ayın, günəşin, ulduzların mövqeyini, onların hərəkət deməli, marşrutlarını və biri-birinə nisbətən X, Y, Z koordinatı, hansı koordinatda durublar, hansı deməli nizam, intizam var, onu bizə gözümüzün qabağında canlandırır. Deməli, biz bu alimlərin, Koperniklərin, Newtonların deməli, saxta elmi kəşflərinə deməli, biz öyrənəndən sonra biz Quran ayələrini oxuyub, onların, bu alimlərin bizim fikrimizdə, xəyalımızda canlandırdıqları obraz, kainatın obrazı ilə, quruluşu ilə, Quran-ı Kərim ayələrinə görə bizim fikrimizdə, fantaziyamızda yaranan o sxem, model var ki, kainatın modeli. Biz bunları müqayisə edəndə görürük ki, alimlərin elmi kəşfləri ilə əlaqədar olan kainatın modeli Allahın Quran-ı Kərimdə bizə göstərdiyi modellər tamam bir-birinə ziddir. Və alimlərin gipnozu altında böyüyən belə insanlarda Quran-ı Kərimə şək şübhə yaranır. Ümumiyyətlə, İslama şək şübhə yaranır. İslama şək şübhə, Qurana şək şübhədir, dolayı yolla Allaha şək şübhədir və biz dedik ki, belə insanların imanı var isə imanları itir, belə şək şübhə qəlbinə düşəndən sonra yox etsə o insana iman yolu deməli qabağına bağlanır bir dəfəlik. Deməli, bununla da iki məqsəddən birinə deməli, nail olmaq istəyir. Şeytan ya çalışır biz İslamdan əl götürək, necə ki, and içib buna, ya da ki, əgər müsəlman olacaqsa, şək şübhə qəlbində olaraq biz İslama iman gətirək və imansız müsəlmana çevirirlər ki, bu imansız müsəlmanların da dini Allah dərgahında qəbul olunmur, onların axırı cəhənnəmdir. Buna görə də, deməli, bu alimlərin indi bəzi elmi kəşfləri ilə, deməli, biz
biz əvvəlki rolikdə danışdıq qısa olaraq. Deməli, indi yenə də yada salıram bir neçə Quran ayəsini ki, dünyanın, kainatın quruluşu haqqında və keçirik elmin dedikləri və Quranın dedikləri ilə elmin dediklərini müqayisə edəcəyik. Və praktiki olaraq, əyani olaraq bunları deməli, üzərində analiz aparıb, Allahın kitabda düz dediyi, Quranda düz dediyi, Kopernik kimi, Qaliley kimi alimlərin isə bizə yalanlar dediyi və bugünəcən minlərlə astronomların, fiziklərin, kosmonavtların bu yalanları saxtakarlıqcasına, saxtakarlıq edərək bu yalanları deməli örtbasdır etdikləri haqqında bəhs edəcək. Deməli, Quran-ı Kərimdə dedik ki, ayələr var ki, Allah Teala deyir ki, mən yeri 4 günə yarattım və yerin üstündəkiləri, sonra isə 2 günə yerin üstündə 7 qat üst-üstə göyləri yaratdım. Yəni, yer kürəsi əgər nəzərə alsaq ki, bu cür deməli yumrudur, yer kürəsi yumrudursa, onun üstü deyəndə də yumru göy nəzərdə olur. Yəni, 7 qat göy bir-birinin üstündə olmalıdır. Əgər göylər bir-birinin üstündədirsə, eyni zamanda da onlar bir-birinin içərisindədir və bunların da ən içərisində, mərkəzində deməli yer kürəsi yerləşir. Belə çıxır ki, yer kürəsi göy kainatının, sfera formasında olan göy kainatının, bütün kainatın deməli mərkəzində olmalıdır. Sonra Quran ayəsində deyilir ki, Allah Teala deyir ki, göyün birinci qatında ulduzlar qərar qoydum ki, bu ulduzlar deməli şeytana atılan daşlar etdi, mərmilər etdi. Başqa bir ayədə isə deyir ki, göyün birinci qatında qütb ulduzları sizə qərar verdim ki, siz bu ulduzlarla gecələr deməli həmişə gecənin əvvəlində, ortasında, axırında və hər ayda və 1000 illərlə siz deməli bu ulduzlar vasitəsilə qütbləri müəyyən edirsiniz. Şimal, cənub, qərb və s. Deməli, digər bir ayədə Allah Teala deyir ki, mən yeri, göyləri və ulduzlu səmanı ki, yerləşir, bütün göyün birinci qatıdır, yeri, göyləri və yer ətrafındakı göyləri gözə görünməyən dayaqlarla deməli, tutub saxlayıram ki, onlar arasında nizam-intizam pozulmasın. Yəni, yerlə göylər arasında, kainat arasında dəqiq qorunan nizam-intizam var. Deməli, bu kimi ayələri günəşin ay ilə birlikdə bir-birinin ardınca hərəkətindən Quranda bəhs edilir. Deyir, günəş aya çatmaq istəyir, çata bilmir. Günəşlə ay hərəsi öz orbitində hərəkət edir. Günəş gəldiyi yerə doğru gedir. Yəni, irəli gedir ki, gəlib arxaya çıxır. Gəldiyi yerə doğru getmək, yəni çevrə boyda, ellips boyda hərəkətdən söhbət edilir. Günəş ilə ay biri-birinə çatmağa çalışır. Yəni, bir-biri ilə paralel gedirlər. Və nəzərə alsaq ki, əgər ay yerin ətrafında fırlanır, belə çıxır ki, Quran ayəsindən günəş də yerin ətrafına fırlanmalıdır. Digər bir ayda Allah Teala deyir, mən yeri dayanıqlı yaratdım. Deməli, ayın günəşin hərəkətindən, bir-birinə çatmasından, bir-birinin ardınca hərəkətindən danışır. Yer kürəsinin isə dayanıqlı olmasına, yerin dayanıqlı yaratdıq. Amma digər bir ayədə Allah Teala deyir ki, siz yerə kənardan baxsınız, dağların bulut kimi axıb getdiyini görərsiniz. Bu da yerin öz oxu ətrafında hərəkətinə deməli işarədir. Əgər nəzərə alsaq ki, Allah Teala deyir, siz ulduzlarla gecələr qütbləri müəyyən edirsiniz. Deməli, ulduzlu səmaya görə yerin X, Y, Z koordinatları dəyişməməlidir. Allah Teala Quranda deyir, göydə siz baxsaq çatlar görməzsiniz, yarıqlar görməzsiniz. Bütün bu kainat yerin ətrafında bir dənə yaranıb 7 qat göydən ibarət və onun ancaq birinci göy qatında ulduzlar var. Yəni, başqa galaktikalardan burada söhbət gedə bilməz. Və s. və s. Bu kimi deməli Quran ayələri bizdə kainatın quruluşu haqqında, ümumi kainatın mənzərəsi haqqında təsəvvürlər əmələ getirir. Deməli, şeytan alimlər isə bütün bu Quran ayələrini nəzərə alaraq elə yalan elmi kəşflər uydurub ortalığa çıxdılar ki, bu dediyim bu Quran ayələrinin hamısına zidd gəlirlər və digər çoxlu Quran ayələrinə zidd gəlirlər. Deməli, Kopernik adında bir alim 16-cı əsrin əvvəllərində sübut eləməyə çalışdı ki, güya yer kürəsi kainatın deməli mərkəzində yerləşməyib, kainatda nizam-intizam yoxdur. Yer kürəsi günəş ətrafında 150 milyon təxminən deməli radiusu olan bir ellips boyu hərəkət edir. İldə bir kruq vurur, bir hərəkət edir və yerin güya oxunun deməli bu müstəviyə, bu günəş ətrafındakı deməli yer kürəsi belə bir günəş burada yerləşir, belə bir ellips onun ətrafında var və yer kürəsinin deməli oxu şimalından cənubuna keçən oxunu 67 dərəcə bu müstəviyə bucaq təşkil edərək və yer kürəsi öz oxu ətrafında fırlana bu ellipsin başına 364 günə bir dəfə fırlanır.
öz ox ətrafında sutkada, bir dəfə günəş ətrafında isə 364 günə bir dəfə fırlanır. Sonraki alimlər bu kəşfi güya təsdiq eləməyə çalışdılar. Kepler kimi alim sübut elədi ki, güya 3 dənə riyazi formulan ifadə olunan qanun çıxartdı ortalığa və dedi ki, güya bu hərəkət yerin öz ox ətrafında və günəş ətrafında hərəkət, güya bu 3 qanunla ifadə olunur ki, yəni bizdə heç bir şək şübhə olmasın ki, Kopernikin qanununa. Sonra Galilei də bunu təsdiq elədi. Sonra Newton da 3 dənə qanun uydurdu, ortalığa çıxartdı, saxta qanunlar, bu deməli buna əlaqəsi olan, bu deməli hərəkətlə əlaqəsi olan. Newtonun qanununda da sübut eləməyə çalışdı ki, güya bütün kainatda xaosdur, özbaşınalıqdır və kainatdakı bütün planetlər bir-birini cəzb edir, biri-biri ilə müəyyən deməli ümdünə cazibə qüvvəsi bu planetlərin hər birinə xasdır. Yəni bu planetlər hamısı yerin ətrafında yerə bağlı deyirlər, biri-birinə bağlıdırlar və xaotik deməli hərəkətlər edirlər. Deməli, sonraki alimlər güya Koperniki, Newtonu deməli Kepleri deməli təsdiq eləmək üçün bura əlavələr elədilər, tədqiqatlar güya apardılar. Dedilər ki, göydə çartlar tapıblar, güya qara deşiklər tapıblar, hər şey udur. Daha sonraki alimlər sübut eləməyə çalışdılar ki, güya bizim qalaktikadan başqa, çoxlu başqa, 125 başqa galaktika var, güya onlarda da yarıqlar, yırtıqlar var ki, hər şeyi udub aparır, Qurana zidd olaraq. Daha sonra ortalığa ideya attılar ki, güya ki, Allah Teala Quranda deyir, ulduzlar göyün birinci qatında yerləşir, birinci təbəqəsində yerləşirlər. Yəni, təxminən yerdən bərabər məsafədə olmalılar. 5, 10, 20%, 100% qoy 2 dəfə bir-birindən fərqli. Amma milyon dəfə, milyard dəfə fərqli olmamalıdırlar. Elm isə sübut eləməyə çalışdı ki, güya məsələn bir dənə böyük ay bürcünü götürsək, onun bir ulduzu yerdən 100 min il işıq ili, o bir ulduz 70 milyon işıq ili, üçüncü bir ulduz 800 milyard işıq ili. Yəni ki, bu ulduzlar biri-biri ilə bürc ulduzlar ki, Allah Teala deyir, Quranda yaratdım siz istiqamətləri müəyyənəsi. Elm sübut edir, yox, bu bürc ulduzlarının biri bizdən, o birisindən milyon dəfə, milyard dəfə uzaqdır. Yəni onların biri-biri ilə heç bir bağlılığı yoxdur. Yəni onlar bürc deyirlər, bizə elə gəlir, gözümüz bizi, zənnimiz Allah'dır bizi. Biz onu bir müstəvidə görürük. Əslində bürc deyirlər onlar. Ya, elm hələ olaraq belə bir sübuta gətirir ki, güya dünya bir partlayışdan yaranır, bu ulduzlar daim uçub biri-birinə hərəsi bir tərəfə gedirlər. Əgər bir mərkəzdə partlayış olubsa, hərə bir tərəfə uçursa, deməli getdikcə onlar arasında məsafələr artmalıdır və bu nizam-intizam pozulmalıdır 100 min ildən sonra və s. Deməli biz bütün bu elmlə, sonra Lomonosov'un başqa bir elm alimləri deyirlər ki, güya onlar deyirlər ki, yerdən ulduzlara görə məsafə o qədər böyüdür ki və yerlə kainat arasında, ulduzlu səma arasında heç bir nizam-intizam yoxdur. Buna görə də heç bir həndəsi fiqurların forması ilə deməli, yerdən aya, ulduza, günəşə görə qədər məsafələri hesablamaq olmaz. Onları qədər məsafəni ancaq işıq şüalarının rəngi ilə, onlardan qaydan, gələn, onların əksiliyyət dediyi işıq şüalarının rəngi ilə ölçmək olar, qırmızılığının səviyyəsi, dərəcəsi ilə. Biz əvvəlki rolikdə başa saldıq ki, azca 8-9-cu sinif fizikasından, deməli, işığın spektral analiz qanunlarından azca təsəvvür olan adam bilir ki, hər hansı bir obyektdən gələn işıq şüalarının rəngi, ordunun uzaqlığına heç bir dəxaləti yoxdur. Bu, atmosferin qalınlığından və oradakı obyekt işığı şüalandırır, onun özünün bəzi xüsusiyyətlərindən asılı ola bilər. Bu, məsafənin uzaqlığına, yaxınlığına işığın qırmızılığının qətiyyən dəxli yoxdur. Günəş səhər-səhər qırmızı olur, axşam sağı, günorta isə ağ olur. Ona görə ki, atmosfer qalınlığından keçdiyi qalınlıq atmosferin dəyişir. Amma günəşin səhər və günorta məsafəsi 1% fərqlənir. Amma işığın rəngi isə orada 30-40%, 50% qızarır və yaxud da ağarır. Deməli, biz burada yerdən aya, günəşə qədər olan məsafənin, ulduzlara qədər məsafənin hesablanmasının metodlarını deyəcəyik. Bundan əvvəl biz sübut eləyək ki, elmin dedikləri ki var, bu təzadlar elmlə, deməli, Quranla zidd. Biz burada sübut eləyəcək bir neçə, 5-6 qanun ki, elm ortalığa çıxardır və Quranda onun əksi deyilib. Deməli, biz bunu sübut eləyəcək ki, Quranda deyilənlər düzdür, elmdə səhvdir. Elmdə burada deyilir ki, günəş göyə yerdən 40 dəfə, 50 dəfə, 60 dəfə böyüdür. Biz sübut eləyəcək ki, günəş yerdən əgər bir dəfə, yarım, 2 dəfə böyük olsa, gecənin uzunluğu burada deməli 12 saatdan, 10 saatdan, 8-10 saatdan uzaq ola bilməz. Lomonosov sonra sübut elədik ki, güya deməli enerji heçdən yaranmaz, heçə itməz və
enerjiden materiya ilə bağlı olduğu üçün belə çıxır ki, materiyada heçdən yaranmaz, heç ola bilməz. Yəni ki, Quranda Allah Teala deyir, hər şeyi heçdən yaratdım. Yəni ki, bu Allahın dediyi düzdür və s. Deməli, bir neçə bu elmi kəşf haqqında, bu elmi kəşflərin yalan olması haqqında, bu elmi kəşflər ki, Quranda da bunlar haqqında var. Deməli, Qurana zid gedirlər bu elmi kəşflər, bunlar haqqında danışacaq. Əvvəlcə biz, deməli, yerin günəş ətrafında hərəkətinin yalan olmasını, Keplerin, Newtonun, Galileyin və Kopernikin dediyi bu iddiaların deməli yalan olmasını sübut edəcək. Tədqiqat üçün deməli burada heç bir elmi biliyə malik olmaq lazımdır. Hər bir adam deməli özünün pəncərəsindən, evinin pəncərəsindən deməli bu müşahidəni aparsa bir gün ərzində bu qənaətə çox asanlıqla gələ bilər. Əgər bizdə bir kompas varsa, kompas bilir ki, yerin həmişə şimal qütbünü göstərir, bu qütbü göstərir. Hesab edək ki, tədqiqat aparmaq üçün biz Azərbaycan ərazisindən başlayırıq tədqiqat aparmağa buradan. Azərbaycan ərazisində götürürəm ki, Azərbaycan torpağı şimal qütbü ilə ekvatorun düz ortasında təxminən yerləşir. Burada yerləşir. Burada yerləşir. Azərbaycan ərazisində bu şəkildə, bu yerin radiusundur. Deməli, yerin ümumi sxemidir. Burada biz Azərbaycan torpağının A hərfi ilə götürürük. Bu ekvatordan keçən xətti, bu isə şimal qütbüdür. Deməli, biz indi tədqiqat asan olsun deyə mən buranı götürürəm. Hər yerdə götürüb eyni hesablamanı apara bilərik. Burada ortanı götürəndə burada hesablama biraz az formullardan, az cədvəllərdən istifadə olmağa deməli biz nail oluruq. Deməli, hesab edək ki, biz Azərbaycan torpağından kompası tədqiqatı 3 vaxtda aparırıq. Axşam, qış vaxtı, gecə uzun olanda axşam saat 6-da, gecə saat 12-də və səhər saat 6-da. Deməli, axşam saat 6-da biz buradan kompası qoyuruq, pəncərədən baxırıq şimal tərəfə. Kompasın deməli bir qütbü, şimal qütbü bizə şimal qütbünü göstərir. Şimal qütbünün üstündə biz burada dan ulduzunu görürük. Dan ulduzunu belə bir şəkildə dan ulduzu görürük. Və axşam saat 6-da biz təxminən belə bir mənzərə görürük başımızda. Düzdür, ulduzlar belə yerləşir başımız üstündə, amma biz onu nisbi olaraq gözümüz bizə alır, belə görürük. Belə bir şəkildə görürük, yəni belə bir şəkildə. Ulduz başımızın üstündə belə durub, biz onu isə belə görürük. Ulduzu səmanı belə vertikal şəkildə görürük. Deməli, biz görürük dan ulduzu, ortada kiçik ay bürcü var, burada çəkilməyib, böyük ay bürcü, sonra burada Kassiyopya bürcü və digər ulduzların mən bəzilərini burada çəkmişəm. Deməli, saat 6-da biz belə bir ulduzu səma görürük dan ulduzu ətrafında. 6 saatdan sonra yer kürəsi 24 saata 360 dərəcə kruq edir, bir kruq edir. 6 saata, yəni 4də bir vaxtda yer kürəsi 90 dərəcə fırlanır. Biz 6 saatdan sonra buradan gəlib buradan baxırıq. Əgər tədqiqatı burada aparırsa, gəlib buradan baxırıq. Buradan baxanda biz görürük ki, biz 90 dərəcə fırlanırıq və biz 6 saatdan sonra baxırıq, görürük ki, 90 dərəcə bu figur fırlandı sola. Biz sağa fırlanırıq, müşahidə apardığımız ulduzlar isə sola, əks tərəfə fırlanır. Nisbili nəzəriyyəsinə görə biz hərəkət edirik, öz hərəkətimizi görmürük, amma zənn edirik ki, bizim baxdığımız obyekt fırlanır, ulduzlu səma fırlanır tərsinə. Amma dan ulduzu yenə də deməli yerin oxunun üstündə durub. Dan ulduzu öz mövqeyini qətiyyən dəyişmir. Bu ulduzlar isə fırlanırlar dağa. Tədqiqatı biz də səhər 6-da aparırıq, yəni 6 saat keçəndən sonra. Görürük ki, yenə biz deməli 90 dərəcə fırlanırıq və görürük ki, bu ulduzlar da 90 dərəcə fırlandı, amma dan ulduzu yenə öz yerindədir. Və bir sutkadan sonra, 12 saatdan sonra yenə ikinci gecə axşam baxsaq, eyni mənzərə təkrar olunur. 1000 ildə biz belə baxsaq, hər gecə belə bir eyni mənzərənin dəyişdiyini görürük. Yəni, yer kürəsi fırlanır, biz yer kürəsi ilə fırlanırıq bir yerdən, şərqə doğru qərbdən və bizim gözümüzün qabağında dan ulduzu həmişə öz yerində durub, dan ulduzu ətrafındakı ulduzlar isə əks tərəfə, bizim hərəkətimizin əks tərəfinə fırlanırlar və dan ulduzu ətrafında hər bir ulduz bərabər biri-birinə deməli, paralel çevrələr cızırlar. Dan ulduzu ətrafında, dan ulduzuna bərabər çevrələr cızırlar. Hər ulduzun cızdığı çevrə bir-birinə paralel olur. Deməli, buradan belə nəticə çıxarmaq olar ki, deməli 100 illər, 1000 illər, gecənin əvvəlində, ortasında, axırında hər ay deməli yer kürəsinin oxunun və yaxud da yer kürəsinin özünün dan ulduzuna görə X, Y, Z koordinatları qətiyyən dəyişmir. Yəni yer nə irəli, nə arxaya, nə sağa, nə sola, nə yuxarı, nə aşağı hərəkət etmir. Əgər hərəkət etsəydi bu nizam olmazdı. Yəni dan ulduzu düz yerin oxunun üstündə, baxmayaraq biz buradan baxırıq, buradan ya buradan, həmişə o düz yerin oxunun üstündə, yəni buradan baxanda burada görür, buradan baxanda burada. O demək ki, yer öz yerində durub, öz deməli vəziyyətində həmişə durub, dəyişməz vəziyyətdə, ancaq öz oxatranda fırlanır. Bu ulduzların da
əks tərəfə fırlanması bizim fırlanmağımızla, qərbdən şərqə doğru fırlanmağımızla əlaqədardır. Yəni, bu ulduzlar da Dan ulduzuna görə eyni vəziyyətdə durublar. Onlar da heç yerə hərəkət eləmirlər. Yəni, bu ulduzların biz deməli, xətlərlə biri-birinə birləşdirsək, onların kəsdiyi bu bucaqlar sutka ərzində, aylar, illər, minilliklər ərzində qətiyyən dəyişmirlər. Buradan nəticə çıxır ki, yer kürəsi, əgər Kopernikin dediyi kimi Günəş ətrafında fırlansaydı, sonraki alimlər kəşf ediblər ki, yer Günəş ətrafında fırlanmaqla bərabər, bu cür fırlanmaqla bərabər Günəş ətrafında, Günəşlə birlikdə başqa bir, deməli, bir istiqamətdə epitsentr ətrafında fırlanırlar və bu epitsentr ətrafında fırlanmaqla bərabər güya 20-ci əsrin axırıncı akademikləri tapıblar ki, güya hələ bu dartılmış bir spiral boyu qalaktikanın hansı eləyən ulduzuna doğru hərəkət edir. Əgər Günəş belə bir hərəkət edirsə və sonra yer kürəsi Günəş ətrafında belə bir hərəkət edir, sonra Günəşlə birlikdə belə bir hərəkətdə dartılmış spiral boyu, biz heç vaxt bu mənzərəni olduğu kimi hər gün, gecənin əvvəli, ortası, axırı, hər il, 100 ildə bir görməzdik. Bu mənzərə həmişə dəyişərdi, itərdi gözümüzdən və biz hər gün başımızın üstündə dəyişən mənzərə görərdik. Ən azı hər ay, hər il biz tamam başqa mənzərəni görərdik və bizim kompasımız şimalı göstərəndə biz həmişə kompasın üzündə şimal ulduzunu görməzdik. Demək, buradan nəticə çıxır ki, yer kürəsinin şimal qütbü ulduzu və onun ətrafındakı yüzlərlə, minlərlə ulduza görə X, Y, Z koordinatı min illər dəyişmir. Eyni tədqiqatı biz cənubda, yerin cənub hissəsində olan ulduzlu səma ilə də aparsaq, eyni nəticəyə gəlirik. Deməli, yer kürəsinin şimal və cənub qütbündəki ulduzlu səmaya görə X, Y, Z koordinatı dəyişmir. Yəni, yer Günəş ətrafında fırlanmır və Günəşlə birlikdə yerdə epitsentr ətrafında fırlanmır. Sonra, ekvator ətrafındakı ulduzlu səmaya gəldikdə isə, burada hər gün, deməli, gözümüzün qabağında hər ay ulduzlu səma dəyişir. Bu nə ilə əlaqədardır? Bu da onunla əlaqədardır ki, Günəş bir projektor kimi yer kürəsinin ətrafında qərbdən, deməli, şərqdən qərbə doğru hərəkət edir. Günəş belə hərəkət edir, biz isə onun əksi istiqamətə hərəkət edirik. Deməli, Günəş 364 günə yer kürəsi ətrafında bir, deməli, tam dövr edir. Yəni, gündə bir bucaq, bir dərəcə yer kürəsinin ətrafında bucaq kəsir. Günəş buradan projektor kimi işığı bura salanda biz onun əks tərəfində gecələyirik burada. Əks tərəfdə gecələyirik və başımızın üstündə səmanın bu tərəfini görürük. Məsələn, yanvar ayında Kozirog bürcünü və digər ulduzları görürük. 2-3 aydan sonra biz Günəş buradan baxır yer kürəsinə, biz gecələyəndə bu tərəfdə gecələyirik və başımızın üstündə səmanın bu tərəfini görürük. Və bir il ərzində bütün səmanı biz hər gün biraz dəyişən formada görürük və bir ildən sonra bizim gördüyümüz səma başımızın üzərində, ekvator üzərində təzədən tamamlanır. Deməli, burada da bu ulduzlu səma da, deməli, ekvator ətrafında da qətiyyən dəyişmirlər. Aylar, illər, minilliklər ərzində və ancaq yer öz oxu ətrafında fırlandığına görə və Günəş projektor kimi yerin oxu ətrafında yerin fırlandığına görə və bizim gecələmə vəziyyətlərimiz səmaya görə hər gün dəyişdiyinə görə biz dəyişən səmanı başımızın üstündə ulduzlu səmanı görürük. Yəni, şimal qütbündə, cənub qütbündə və ekvator ətrafındakı ulduzlu səmadakı ulduzlara görə yer kürəsinin X, Y, Z koordinatları qətiyyən dəyişmir. Yer nə yuxarı, nə aşağı, nə sağa, nə sola, nə dala, nə qabağa qətiyyən hərəkət etmir. Yoxsa bu nizam-intizam olmaz. Necə ki, Quranda deyilir, yerlə göylər arasında nizam-intizam var, ulduzlar yerdə yaşayan insanlara qütbləri göstərir. Bu deməkdir ki, yer kürəsi durub kainatın mərkəzində. Yer öz oxu ətrafında fırlanır və heç bir Günəş ətrafında heç yerə fırlanmır. Və Günəş yerin ətrafında fırlanır. Buradan belə nəticələr çıxır. Əgər Günəş yerin ətrafında fırlanırsa, deməli, Günəş planetləri, sistem planetləri var ki, Mars, Jupiter, Venera, Neptun, Pluton və təqbəli belə çıxır ki, onlar da yerin ətrafında fırlanır, Günəş ətrafında fırlanmırlar. Və buradan belə çıxır ki, Kopernikin deməli kəşfi, Keplerin üç qanunu, Newtonun üç qanunu və digər qanunlar, bunlar yalan qanunlardır və uydurma qanunlardır. Deməli, elm sübut eləmək istəyir ki, Quranda deyilir, ulduzlar birinci göy səmasında yerləşir bu ulduzlar, birinci təbəqəsində göyün. Elm isə bunun əksinə olaraq sübut edir ki, ulduzlar ayrı-ayrı təbəqələrdə çox fərqli məsafələrdə. Bir ulduza qədər məsafə 100 min işıq ili, o birisinə qədər 70 milyon işıq ili, üçüncü ulduza qədər 800 milyard işıq ilidir. Yəni, onlar bir-biri ilə, bu zodiak ulduzları bir-biri ilə əlaqəsi yoxdur. Yəni, Quranda onlar düz bir qütb şəklində, bir zodiak şəklində yarandım ki, sizə, bürc şəklində yaratdım sizə bu sözü deməli yalana çıxartmağa çalışırlar.
Deməli, biz bu müşahidə aparanda dan ulduz ətrafında görürük ki, bu ulduzlar bərabər çevrələr cızırlar. Əgər elm deyən düz olsaydı, bu ulduzlar deməli, çox ayrı-ayrı uzaq məsafələrdə olsaydılar yer kürəsi, deməli, biz gecə müşahidə aparanda, axşam, gecə və səhər-səhər, dan ulduzu qalır öz yerində, bu ulduzlar hamısı bərabər paralel çevrələr cızırlar və onların cızdığı çevrələr bir-birinə bərabər məsafədə olur həmişə. Bu da ancaq bir halda mümkündür ki, bu ulduzlar hamısı, yüzlərlə, minlərlə ulduzlar ki, dan ulduzu ətrafında var, bu ulduzlar hamısı yer kürəsindən eyni məsafədə olanda belə bir hal mümkündür. Deməli, bu ulduzların əgər, məsələn, götürək bu böyük ayı bürcün. Bu ulduzun 3 dənə ulduzu, əgər biri-birindən fərqli məsafələrdə yer kürəsindən olsaydılar, onda axşam əgər onlar belə vəziyyətdədirsə, çömçə vəziyyətindədirsə, 3-4-5 saatdan sonra onlar başqa vəziyyətdə olmalıdır. Belə bir figura pozulmalıdır. 5-6 saatdan sonra və bir şey onlar təmiz, deməli, formaları dəyişməlidir. Hərəsi bir tərəfə uçub getməlidir. Sonra yenə bir sutkadan sonra ola bilsin, onlar deməli müəyyən figur almalıdır. Amma biz bilirik ki, sutka ərzində onların figuru qəti dəyişmir. Dedik ki, bu da ancaq bir halda mümkündür ki, bütün bu ulduzlar yer kürəsindən eyni məsafədə olsunlar. Buna adi elementar bir misal götürürük. Hesab edək ki, bu bürc ulduzunu, ya bu bürc ulduzunun 3 ulduzunun haqqında tədqiqat aparırıq. Hesab edək ki, onun biri belə bir yerdə yerləşir, dan ulduzu buradadır. Biz tədqiqatı axşam 6-da, səhər 6-da, 12 saatdan bir aparırıq ki, yer yarım qurub, 180 dərəcə fırlanır öz yox ətrafında. Hesab edək ki, ulduzun biri burada yerləşib, dan ulduzu buradadır, o ulduz isə dan ulduzundan aşağıdadır. Yerdən dan ulduzundan aşağıdadır. Deməli, biz axşam baxırıq saat 6-da bu ulduzu, onu belə bir yerdə görürük, belə bir müstəvidə və bu müstəvini biz belə görürük. Bu şəkildə, necə burada, deməli, belə bir mənzərə görünür. Hesab elə ki, ulduz burada olur. Sonra səhər-səhər 12 saatdan sonra biz buradan baxanda, başqa yer kürəsində biz vəziyyətimizi dəyişirik. Bu tərəfdən baxanda bu ulduza, biz onu burada görürük. Yəni, dan ulduzundan bu qədər yox, ondan daha çox məsafədə görürük. Yəni, burada görürük. Deməli, çevrə onun dan ulduzu ətrafında bu ulduz əgər dan ulduzundan aşağıdırsa, yerə yaxındırsa, deməli, onun və axşam biz onu görürüksə başımızın üstə, yəni burada görürüksə, deməli, burada görürüksə, deməli, səhər-səhər o dan ulduzundan daha uzaqda olacaq, yəni burada olacaq. Yəni, əgər o ulduz bizim axşam 6-da burada görürsə, səhər-səhər burada yox, burada olacaq. Yəni, onun cızdığı çevrə dan ulduz ətrafında aşağı dartılacaq biraz. İkinci bir halı bu halı götürək. Əgər ulduz dan ulduzu ilə eyni səviyyədədirsə, dan ulduzu burada eyni səviyyədədirsə, o da burada, ona bərabər. Biz axşam onu buradan baxanda burada görürük, səhər-səhər baxanda isə burada görürük. Azca burada fərq olacaq. Deməli, bizim yer kürəsi ətrafında fırlanmağımızla əlaqədar olaraq, yerin radiusu ki, fərq edirik ki, biz buradan fırlananda bu vəziyyətdən gəlirik bu vəziyyətə 12 saata. Bu fərqin yerlə ulduz arasındakı məsafə olan nisbətinə uyğun, deməli, bütün bu ulduzlar ki, dan ulduz ətrafında var, onlar azacıq sağa, sola, yuxarı, aşağı dartılmalıdırlar. O qədər dartılırlar ki, biz onu adi gözlə görmürük. Deməli, ikinci ulduz ki, dan ulduzu ilə eyni səviyyədədir, biz onu təxminən axşam və səhər-səhər biz onu təxminən bərabər çevrə cızdığını dan ulduz ətrafında burada görəcəyik. Yəni ki, necə ki, buradakı ulduzlar ki var, bunlar hamısı, biz tədqiqat aparanda bu dan ulduz ətrafında, bütün ulduzların dan ulduz ətrafında bərabər çevrələr cızdığını görürük. Üçüncü bir hal. Üçüncü halda hesab edək ki, bu ulduzdan, 3 ulduzdan biri, qütb ulduzundan biri hesab edək ki, dan ulduzundan yuxarıdadır, burada. Dan ulduzu buradadır, o isə buradadır. Biz axşam 6-da baxırıq, onu burada görürük, bir müstəvidə. Səhər 6-da isə baxanda onu burada görürük, yəni dan ulduzuna yaxındır. Deməli, axşam bu qədər məsafədə dan ulduzu, səhər isə bu qədər məsafədə. Yəni, axşam əgər deməli, o burada edirsə, səhər-səhər burada olur. Deməli, o ulduzun dan ulduzu ətrafında cızdığı çevrə yuxarı dartılır. Amma dan ulduzundan aşağıda olan ulduzun cızdığı çevrə aşağı dartılır və o iki çevrə bir-birini cızır. Yəni bu 3 ulduzdan əgər biri aşağıda, biri yuxarıda, biri bərabər olsa dan ulduzu ilə bizə eyni səviyyəsi, məsafəsi, dan ulduzundan bərabər məsafədə olan bu ulduz bərabər deməli çevrə cızacaq. Dan ulduzu ətrafında bərabər çevrə, bərabər radiuslu çevrə. Dan ulduzundan yaxın olan bu ulduz deməli onun deməli cızdığı çevrə yuxarı dartılacaq. Dan ulduzundan yaxın olan ulduzun deməli çevrəsi deməli aşağı dartılacaq. Dan ulduzundan yaxın olan ulduzun, məsələn götürək ki, bu ulduzun, onun cızdığı çevrə buradan aşağı dartılacaq. Dan ulduzundan yuxarıda olan ulduzun isə çevrəsi yuxarı dartılacaq. Bu biri çevrələri kəsəcək. Və əgər tədqiqat aparanda biz indi
arzuza dan ulduzundan 30-40% yuxarıdakı ulduzu götürdük, belə al. Əgər ulduz dan ulduzundan çox yuxarıda olarsa 2 dəfə, 3 dəfə və bu məsafəyə nisbətən yerdə bizim koordinat dəyişməmizə görə o məsafə çox olsa, biz o ulduz ki, çox dan ulduzundan 2-3 dəfə yuxarıdadır, biz o ulduzun cızdığı çevrəni görəcək ki, dan ulduzundan vəbşə kənarda çıxdı. Ya sağa, ya sola, ya da ki, dan ulduzuna kənarda deməli, onlar çevrə cızmalıdırlar. Əgər ulduzlar ki, var dan ulduz ətrafında, onların biri dan ulduzundan 2-3 dəfə uzaq olsa, onun cızdığı çevrə dan ulduz ətrafında olmaz, ondan daha da yuxarıda, ya yuxarıda, ya sağda, ya aşağıda, ya da deməli, sağda, solda ola bilər. Deməli, dan ulduzu ətrafındakı bu ulduzların hamısının dan ulduzu ətrafında bərabər çevrə cızması ki, bizim yer kürəsi ətrafında hərəkətimiz nəticəsində nisbi olaraq dan ulduzu ətrafında bərabər çevrələr cızması ancaq bir halda mümkündür ki, bu ulduzların hamısının, o cümlədən bürc ulduzlarının özünün və digər ulduzların hamısının yer kürəsindən eyni məsafədə, dəqiq olaraq eyni məsafədə olmasının deməli sübutudur. Yəni, elmin dediyi kimi ulduzlar göydə səfələnməyib, hərəsi bir tərəfə uçub getmir, onlardan yeri olan məsafə birinin 100 min işıq il, o birisi 70, o birisi 800 milyon, milyar işıq ili deyil. Bu yalandır, elmin uydurmasıdır. Deməli, indi nəzərə alsaq ki, yer kürəsi kainatın mərkəzində dayanmaz olaraq durub, onda biz çox asanlıqla və onların bir-birinə olaraq X-Y koordinatları dəyişmir. Ay və günəş isə müəyyən olmuş, necə Quranda deyilir, müəyyən olmuş koordinatlar üzrə yer ətrafında hərəkət edir. Onda biz onların koordinatlarını, onların deməli vəziyyətlərini deməli yerdən bucaqları ölçməklə yerin ətrafında biz deməli yerin ətrafı ekvatora boyu 40 min kilometrdir. Yerin deməli biz radiusunu, paralellərdə uzunluğunu və s. yerin sürətini bilirik. Sutkada 24 saata bir kruq edir. Deməli biz 2 dəfə tədqiqat aparmaqla burada 12 saatdan bir, 6-8 saatdan bir deməli yerin razmerini, ölçülərini bilərək yerdən həmin o aya, ulduza, günəşə qədər olan bucaq dəyişməsini ölçə bilərək və yerdəki koordinat dəyişməmizi taparaq üçbucaqlar qurub, deməli buradakı formalarda üçbucaqlar qurub, deməli yerdən aya, günəşə, ulduza qədər olan məsafəni evdə oturduğumuz yerdə hesablaya bilərik. Və mənə arxayınam ki, əgər bu metodlarla nəinki bu hər bir adam məktəbli öz evində oturub deməli bu hesablamalar apara bilər və bu hesablama aparandan sonra elmin ulduzların, ayın, günəşin ölçüləri ilə və onların yerdən olan məsafələri ilə uydurduqları yalanlar mən əminəm ki, üzə çıxacaq. Deməli, mən yerdən dan ulduzuna qədər olan məsafənin hesablanmasının sadə bir metodunu deyirəm. Burada məsələn tədqiqat Azərbaycandan aparılır, hesablama asan olsun deyə, az cədvəllərdən istifadə olunsun deyə. Deməli, burada deməli tədqiqatı buradan aparırıq. Deməli, buradan biz gecə elə bir ki, tikintidə istifadə olunan o səviyyə ölçən cihazın vasitəsilə 2 dənə stolba bastırırıq. O stolbaların arasından 2 dənə yerə paralel turbaları birləşdiririk. Onların səviyyəsini səviyyə ölçən cihazla ölçürük ki, onlar yerə paralel olsun, yarım metrə məsafədə. Sonra bir dənə turba onların arasına maili birləşdiririk. O elə birləşdirir ki, o turba ilə baxanda dan ulduzu görünsün dəqiq olaraq. O turba deməli cənubdan düz şimala istiqamətlənməlidir və dan ulduzu deməli o turba ilə baxanda görünməlidir. Dan ulduzu görərkən biz bu turba ilə deməli o vəziyyətdə onu bərkidirik, bağlayırıq və bu turba ilə o yerə paralel turba arasındakı bucağı transportör vasitəsilə ölçürük. Deməli, biz bu bucağı tapırıq. Deməli, bu toxunan xətt olur, deməli, yerə toxunan xətt, yerin səviyyəsi olur, o turba olur və bu turba isə baxış borusu olur. Dan ulduzunu görürük, onlar arasında bucağı ölçürük. Məsəl üçün, tədqiqat üçün 44 dərəcə hesab eləyək olsun. Sonra buradan yerin mərkəzinə perpendikular endiririk. Bu yerin radiusunun uzunluğuna bərabər olan perpendikular olur. Burada bir dənə bərabər yanlı üç bucaq əmələ gəlir. Buradan gələn bura perpendikular bu üç bucağı 2 bərabər hissəyə bölür. 2 bərabər yanlı yenə üç bucaq əmələ gəlir. Deməli, bu bərabər yanlı üç bucağın da içərisindən keçən bu paralel, yerin ekvatordan keçən xəttə paralel keçən xətt, yenə bu üç bucağı 2 bərabər düz bucaqlı üç bucağa bölür. Deməli, burada bu düz bucaqlı üç bucağa bura 90 dərəcədirsə, bu bucaqlar da bərabərdir 45 dərəcə. Bu ekvatorun, deməli, yerin radiusunun deməli, uzunluğunu biz bilirik və bu düz bucaqlı üç bucaqda bu bucaqlar məlumdur və bu tərəf məlumdursa, biz buranı bura böləndə bu bucağın deməli sinusunu tapırıq. Sinus kök alda 2 bölünsün 2, o da sinus kök alda 2 bölünsün 2-dən 0,8-ə 0,7-yə bərabərdir və biz cədvəldən bunu tapırıq və AO məsafəsini tapırıq. Deməli,
bu üçbucaq, düzbucaqlı üçbucaqdır və bu xətt bu bucağı yarıya bölür. Yəni bu bucaq 45 dərəcədir, bu bucaq 45 dərəcədir, bu bucaq 44. Bu ümumi bu bucağın ümumi cəmi 45 + 44, yəni 89 dərəcə eləyir. Bu düzbucaqlı üçbucaqdan bura 90 dərəcə, bura 89 dərəcədirsə, bu bucaq, deməli, üçbucağın ümumi bucaqları 180 dərəcədir. 180 dərəcədən 89 ilə 90-ın cəmi çıxıb, bu bucağı tapırıq. AO məsafəsini də bu üçbucaqdan tapdıq. AO məsafəsini də AD məsafəsinə böləndə bu bucağın sinusunu verir. Bu bucağın sinusunu verir və biz AD bərabərdir AO bölsün sinus 1 dərəcə və biz yerdən dan ucuna qədər olan məsafəni çox asanlıqla ev şəraitində tapa bilərik. Deməli, bu tədqiqatı biz burada bir dəfə aparırıq. Amma dan ulduzu ona görə ki, öz yerində durub həmişə. Amma dan ulduzu ətrafındakı səmadakı ulduzları, dan ulduzundan yaxında, uzaqda olan ulduzlar isə buna oxşar metodla hesablayırıq. Amma burada tədqiqatı 2 dəfə aparırıq. Axşam saat 6-da, səhər saat 6-da. 12 saatdan sonra yarım kruq yer kürəsinin ətrafına fırlanandan sonra. Deməli, axşam saat 6-da eyni metodla bu bucağı ölçürük. 89 dərəcə, səhər-səhərdə 6-da ölçürük eyni dərəcə metodla. Belə bir üçbucaq əmələ gətirir. Bu iki bucaq məlumdur. Bu bucaq da 180 dərəcədən bu iki bucağın cəmi çıxanda tapırıq beta bucağını. Bu üç bucağı biz köçürdürük kənara, hesablama asan olsun. Sonra üç bucağın bu tərəfindən bura perpendikulyar indiririk. AC perpendikulyarı. AB məsafəsini buradan buradakı kimi tapırıq. AO'nu tapıb 2-yə vururuq, AB eləyir. Bunu qoyuruq bura, AB məsafəsi. Deməli, AB məsafəsi varsa, bu bucaq 90 dərəcədir. Bu bucaq buradan beta, qamma bucağı tapmışıq. 180 dərəcədən bu bucaqla bu bucağı çıxıb bu ləmbəni tapırıq. Bu düz bucaqlı üç bucaqda hipotenuz var və bucaqlar var. Deməli, AC-ni biz tapırıq. AC-ni bölürük, bura bu bucağın kosinsini verir. AC-ni tapandan sonra bu düz bucaqlı üç bucaqdan AC-ni bölürük AD-yə, bu bucağın deməli verir sinusunu və AD bərabərdir AC bölünsün bu bucağın sinusu və biz yerdən dan ulduzu ətrafındakı ulduzlara qədər məsafəni bu metodla tapırıq. Başqa bir metod yerdən günəşə qədər deməli günəşə qədər məsafəni tapmağıdır. Təxmini bir metoddur. Deməli burada iki vəziyyəti günəşin ay ilə tutulması və ayın tutulması deməli iki vəziyyəti arasında deməli tədqiqat aparırıq. Yerdən günəşə qədər məsafə təxminən 384.000 kilometrdir. Yerdən aya qədər olan məsafə biz bunu radio dalğaların gedib gəlməsi vaxtı ilə ölçmüşük. Əgər elimizi allatmırsa, deməli bu məsafəni bilirik. Bu məsafəni deməli günəşin yer ətrafına keçən kölgəsi biz görürük ki, dəqiq olaraq deməli ayı örtür və aydakı deməli günəşlə bağlananda ayın bizə günəş bağlayanda qabağın onun kölgəsi ölçüsü dəqiq olaraq deməli günəşin ölçüsünə biz gözlə görürük bərabər olur. Təxmin də olsa 90-95% ehtimalla bu belədir. Deməli günəş yerdən keçəndə günəşin əmələ getdiyi yerin əmələ getdiyi kölgə ayın deməli razmerinə bərabər olur və biz görürük ki, ayı necə bir o boyda bir dənə kölgə bağlayır üstünü. Belə çıxır ki, biz deməli bu şüa ki var, günəş şüası ki yerin ətrafından keçir. Deməli bu şüanı bərabər paralel olaraq hərəkət elətdirsək bura ayın mərkəzinə doğru. Şüa gəlib bura çatır. Deməli yerin radiusundan ayın radiusunu çıxanda biz bu məsafəni tapırıq. Bu düzbucaqlı üçbucaqdan bu katetin yerdən günəşə qədər olan məsafə katetdir. Bu da bu bucağın kateti. Buna nisbəti bu bucağın tangesidir. Bu bucağın tangesini cədvəldən tapırıq. Bu nisbəti tapırıq tangesinə qədər eləyir. Ondan sonra bu bucağa bərabər olmalıdır. Ona görə iki paralel xətt bir dənə xətti kəsirsə qonşu bucaqlar bərabər olmalıdır. Bu bucaq bu bucağa bərabərdir. Sonra bu bucağı da ikiyə vurub bir ümumi bucağı, bu konusun ümumi, kölgənin ümumi bucağını tapırıq. Sonra eyni yolla biz günəş tutulması olanda ayın əmələ getdiyi kölgənin deməli bucağını ölçürük, alfa bucağını tədqiqat üçün biz şərti olaraq götürmüşük, qamma bucağı 4, alfa bucağı isə 6 olmalıdır. Deməli 769.000 kilometr ay günəşə yaxınlaşanda ayın günəş şüalarının köməyi ilə düşməsi hesabına əmələ getdiyi kölgə belə çıxır ki, 2 dərəcə azalır günəşə yaxınlaşdıqca və ay yaxınlaşıb günəşin üstünə düşəndə bu bucaq getdikcə günəşə yaxınlaşdıqca böyüyür, burada daha böyüyür və ay günəşin üstünə düşəndə bu bucaq gəlib düz xəttə çatır, 180 dərəcə çatır. Deməli 769.000 kilometrə əgər bu bucaq 2 dəfə 4-dən 6-ya çatırsa, 4-dən 6-ya, deməli gəlib günəşin üstünə, yəni bu bucağın 4 dərəcədən 180-də çatması üçün neçə dəfə belə yaxınlaşma baş verməlidir. Yəni, deməli, 180 dərəcədən 4 çıxırıq eləyir, deməli,
176. 176'nı da bölürük. Hər dəfə 2 dərəcə artır. 2-yə bölür 88 dəfə. Deməli ki, bu məsafə ay buradan Günəşə qədər bu qədər məsafəni 88 dəfə belə bir məsafə dəyişikliyi etsə, o gəlib deməli bura düşər. Günəşin üstünə düşər. Yəni 769-u vururuq 88-ə 67 milyon kilometr yerdən aya qədər təxmini, Günəşə qədər təxmini məsafədir. Bu təxmini məsafədir. Başqa metodlar var. Deməli biz ekvator boyu fırlanan ulduzların, ayın, Günəşin deməli hərəkətini bu metodda hesablaya bilərik. 8 saat ərzində tədqiqat aparırıq. 8 saata yer öz ətrafında 1/3 dövr eləyir. Bu qədər məsafə, yəni 120 dərəcə bucaq eləyir. Burada 60, burada 60 qalır. Belə bir 3 bucaq əmələ gəlir. Onun bir tərəfin yer fırlanır. Hesab elə ki, tədqiqatın ortasında biz arxamız şimala, yüzümüz cənuba olanda, məsələn, Günəş, ay və ya ulduz bizim göz qımızın düz qabağında olur. Ondan 4 saat qabaq, 4 saat isə sonra tədqiqatı aparırıq. Bu bucaqları ölçürük. Necə burada ölçmüşdük, o dan ulduzuna qədər məsafəni hesablayanda necə ölçmüşdük. Eyni qayda ilə burada bucağı ölçürük. Deməli 8 saatdan 1-2 dəfə həmin o göydəki ulduzu, ayı, Günəşi deməli müşahidə aparırıq. Ondan sonra belə bir üçbucaq qurur. Bu üçbucaq 2 yerə bölünür təxminən. Biz bu məsafəni deməli bu üçbucağıdır. Deməli bu bucağı məlumdur. Bura 90, bu bucağı tapırıq. 180-dan çıxıb bu bucaqların cəmin. Deməli bizə lazımdır bu kateti tapmaq ki, bu məsafəni tapmaq. Əsas məqsədimiz bu məsafəni tapmaqdır. Yerdən bu ulduza qədər. Deməli bizə lazımdır bu üçbucağın bu katetini tapmaq. Bu kateti tapmaq üçün buradan bura perpendikular indiririk bu tərəfin mərkəzinə. Bu perpendikular bu bucağı 2 yerə, 60 dərəcə olan bu bucağı 2 yerə, yəni 30 dərəcə bölür. A-dan bura qədər olan məsafə yerin radiusudur. Biz bunu bilirik. Bu bucaq 30, bura 60, bura 90 dərəcədir. Biz bu üç bucaqdan asanlıqla AC-ni bölürük bu bucağa və bu bucağın deməli kosinusunu tapırıq. Buradan da AC bərabərdir CB-yə. Deməli CB-ni biz tapdıq bu üç bucaqdan və CB tapılandan sonra bu bucaqlar məlumsa bu düz bucaqlı üç bucaqdan CB-ni bura bölərək buranın deməli sinusunu verir və biz onu tapırıq. Burada isə tədqiqat ümumi aparılır. Bütün ulduzlar, aya, göy cisimlərin hamısını metodla hesablamaq olar. Deməli biz tədqiqat aparırıq yenə 8 saatdan bir. Yenə o dan ulduzu məsəlində birinci bucağı ölçürük yerdən, deməli o ulduza olan münasibətdə bucaqları ölçürük və belə bir perpendikular indiririk. Deməli belə bir üç bucaq əmələ gəlir. Düz bucaqlı olmayan, sonra buradan perpendikular indiririk. Burada 2 dənə düz bucaqlı üç bucaq əmələ gətirir. Bizə lazımdır CB məsələn. Bu bucaq verilib bu üç bucaqda. Bura var 90 dərəcə, bura verilib. Deməli bizə lazımdır. Bu bucağı da biz tapırıq. 180-dan bu iki bucağın cəmi çıxıb tapırıq. Lambda bədi 2 dərəcə. Bizə lazımdır CB məsafəsi. CB məsafəsi tapmaq üçün biz bu ümumi bucağı ki bilirik. Buranı da tapırıq. O dan ulduzunun misalında olduğu kimi. Buranı da tapırıq. 180-dan bunların cəmi çıxıb ümumi bucağı da tapırıq. Ümumi bucağın bu bucağa nisbəti 3,5 verir. Deməli AB məsafəsi o bucaqlar qabağındakı tərəflərin də nisbəti təxminən buna uyğun olmalıdır. Əgər ümumi bucağın bu bucağa nisbəti 7-nin 2-yə 3,5 isə, deməli ümumi məsafəndə bu məsafə nisbəti 3,5-dir. Deməli AB məsafəsini biz buradakı qayda ilə tapırıq. AC məsafəsini tapıb 2-yə vururuq. Burada A-dan bura qədər məsafəni tapıb 2-yə vururuq. Deməli bu məsafəni tapandan sonra bu məsafənin bu CB məsafəsinə nisbəti 3,5-ə. Bu bucağın bu bucağına bölməyə bərabər. Buradan da CB məsafəsi bərabərdir. AB bölünsün 3,5. Biz səpiririk bu kateti. Bu düz bucaqlı üç bucaqdan bu katetin bu hipotenuza nisbəti də bu bucağın deməli sinusunu verilir. Biz buradan tapırıq. Buradan BM də bərabərdir. CB bölünsün sinus 7 dərəcə, sinus 2 dərəcə və tapırıq yerdən Günəşə, aya, ulduza qədər məsafə. Digər iki metod. Deməli biz burada tədqiqatı 2 dəfə aparırıq. Ekvator boyu hərəkəti, yerin oxu ətrafında hərəkəti nəzərə alıb aparılır. Amma bu metodlar isə, burada isə tədqiqat 2 dəfə aparılmır, 1 dəfə aparılır və meridian boyu aparılır. Elə bil ki, hesab elə ki, məsələn, Yəməndə olan bir insan zəng eləyir ki, məsələn, hesab elə ki, Yəməndə olan bir insan zəng eləyir, İranda olan və yaxud da Azərbaycanda olan bir insana zəng eləyir, xəbər verir ki, məsələn, və yaxud da İranda olan bir insana zəng eləyir, xəbər verir ki, məsələn, filan ulduz və yaxud da Günəş mənim başımın üstündədir. Eyni bir meridian bu, ondan 4000 kilometr məsafədə olan, asan olaraq da 4000 götürəm. 4000 kilometr ondan məsafədə şimalda olan bir adam, deməli, burada bizim göstərdiyimiz metodla, yerdən deməli həmin ulduza, aya, Günəşə qədər olan məsafəni deməli
bucağı hesablayır. Buradakı metodlar, məsələn, tapır 85-89 dərəcə. Ondan sonra deməli burada deməli belə bir fiqur deməli qurur, belə bir sxema əmələ gəlir. Deməli Yəməndəki adam hesab eləyir ki, burada durub. Məsələn, o xəbər verir ki, filan ulduz mənim başımı üstlədir. İrandakı isə ondan 4000 yuxarıda olan, şimala olan insansa ölçür deməli bu bucağı, deməli yerdən paralel gedənlər bu bucağı ölçür və deməli belə bir deməli fiqur qurur. Biz bilirik ki, yer kürəsinin ətrafı təxminən 40.000 kilometrdir. Əgər məsafə buradan 4000 isə 40.000 kilometr 360 dərəcəyə bərabərdir. 4000 kilometr isə onun 4000 kilometr isə onun 1/10-idir. Yəni 360 dərəcənin 1/10-i 36 dərəcədir. Belə çıxır ki, bu məsafə deməli əgər üçbucaq qursuq, buradan keçən bir üçbucaq bu nöqtələrdən, deməli 36 dərəcə bucaq kəsməlidir yerin mərkəzində, ətrafında. Belə olan halda, deməli buradan bura perpendikular endiririk. Bura perpendikular endirəndə, buradan da yerin mərkəzinə xətt çəkirik. Yerin mərkəzinə xətt çəkən bu yerin radiusunun uzunluğuna bərabərdir. Bura perpendikular çəkilənsə, bura 90 dərəcədirsə, bura 36 dərəcə. 180-dan 36 ilə 90-ın cəmi çıxanda biz bu bucağı, lamba bucağını tapırıq. Bu bucağı da alfa bucağında buradan bura. Biz deməli birinci halda olduğu kimi hesablaya bilərik. Deməli paralel quraraq baxış borusu ilə deməli transportör vasitəsilə çəkilir. Bizə lazımdır indi bu bucağı tapmaq. Bu bucağı tapmaq üçün deməli biz bu 180 dərəcədən üçbucağın bucaqlarının cəmindən 90 ilə 36-nı çıxanda biz lambanı tapırıq. Bu xəttə perpendikulardır. Bu xətt perpendikularınca bu bucaq deməli 90 dərəcədir. 90 dərəcədən deməli biz lambanı çıxandan sonra bu bucağı tapırıq və bu bucağın üstünə alfa bucağının əlavə edəndən sonra biz beta bucağını tapırıq. Yəni bu düz bucaqlı üçbucağın bu bucağını tapırıq. Bu məlumdur, bucaq bura 90 dərəcədir. 180-dan bu bucaqların cəmi çıxıb deməli lambanı tapırıq. Bu düz bucaqlı üçbucağın o bucağını. Deməli, bu düz bucaqlı üçbucaqdan, bura məlumdur, yerin radiusudur, bu bucaqlar məlumdur. Biz deməli bu kateti bura bölməyinə, buranın sinusuna, sinus 36 dərəcə biz buranı tapırıq. Bura tapılandan sonra və bu bucaq biləndən sonra bu düz bucaqlı üçbucaqda biz bu kateti bu hipotenuza bölürük, bu lambanın sinus eləyir. Buradan da deməli KC məsafəsi yerdən, İrandan məsələn, aya, günəşə ulduza qədər və hər hansı bir göy cisimlərdə olan məsafəni tapırıq. Deməli, SK-nı bölürük. Bu məsafə böləndə bu bucağın deməli sinus eləyir, SK da bərabər bu məsafə bölünsün sinus lamba və biz tapırıq. Burada da şərti olaraq ekvator üzərində günəş olanda deməli onun ekvatordan hansı məsafədə olduğumuzu bilərək biz onu deməli asanlıqla belə bir fiqur, buradakına oxşar bir fiqur qurub deməli meridian boyu belə bir xətt çəkib eyni yolla deməli biz hesablaya bilərik. Burada başqa bir məsələ də var ki, alimlər bizə demək istəyirlər ki, yerdən günəşə qədər 152-154 milyon kilometrdir. Yerin diametri, günəşin diametri ölçüləri yerkindən 50-60 və yüzlərlə dəfə güya böyükdür. Biz hesab edək ki, günəşin razmeri yerkindən və günəş yerə yaxın olanda güya İranda, Azərbaycanda güya qış olur, uzaq olanda yay olur. Biz bilirik ki, qış deməli, əvvəlcə nəzərə tutaq ki, günəş yerdən bir dəfə yarım təxminən böyükdür. Günəş yerdən bir dəfə yarım böyük olsa və günəş yerə yaxın olanda, əgər Azərbaycanda, İranda qış olursa, deməli, belə bir mənzərə alınır və deməli, gecənin uzunluğu 10 saatdan, buradan bura qədər 12 saata yer fırlanır, bu qədər də 12 saata. Deməli, buradan bura qədər də yerin deməli, hərəkəti təxminən 10 saata baş verir. Belə çıxır ki, günəş burada olanda gecənin uzunluğu, ən uzaq gecənin uzunluğu deməli, olmalıdır 10 saat, 16-17 saat yox. Və bilirik ki, günəş buradadırsa, ekvatordan 2000 km, çox aşağıda günəş ekvatorda olanmaz, Antarktida əriyə bilər. Günəş ekvatordan 2000 km aşağıdadırsa və biz onun əks tərəfi, yəni burada Azərbaycanda, İranda oluruq əks tərəfi, əks tərəfdə, günəşin əks tərəfində gecənin ən uzunluğu 12 saatdan az olmalıdır, 10 saatdan çox olmamalıdır. Əgər günəş yerdən bir dəfə yarım böyüdürsə. Deməli, belə çıxır ki, əgər bilir, nəzərə alsaq ki, Azərbaycanda, İranda gecənin uzunluğu 16 saatdır qışda. Belə çıxır ki, qışda günəş yerə yaxın olanda bu hal alınmır. Yəni, günəşin ölçüsünün yerdən bir dəfə yarım böyük olması nəzərə nəinki 60 dəfə, 100 dəfə, hətta bir dəfə yarım böyük olması burada uyğun gəlmir. Və belə olan halda günəş deməli bizdən uzaq olanda güya bizdə deməli yay olmalıdır. Necə ki, burada günəş yaxın olanda bizdə qış olur, günəş uzaq olanda isə bizdə yay olur. Belə olsaydı, günəş deməli uzaq, yuxarı getdikcə biz görürük ki, gecənin uzunluğu artır.
Deməli, günəş uzaqlaşdıqca gecənin uzunluğu artır, böyüyür, bura yaxınlaşır. Amma günəş yaxınlaşdıqca gecənin uzunluğu azalır. Əgər günəş yerdən çox böyüksə, gecənin uzunluğu. Biz bilirik ki, qışda günəş gecə uzun olur, yayda isə gecə deməli qısa olur. Amma burada tərsinə, qışda gecə qısa olmalıdır, yayda isə gecə uzun olmalıdır. Bu da deməli günəşin razmeri ilə əlaqədar elmin dedikləri burada deməli həqiqətə uyğun gəlmir. Deməli biz sübut elədik ki, yer kürəsi günəş ətrafında fırlanmır, yer kürəsi öz yerində durub, günəş yerin ətrafında fırlanır. Bunun başqa bir əyani sübutu da var. Deməli bizə demək istəyirlər Koperniklər ki, güya günəş deməli belə bir çevrə boyu. Əvvəla demək istəyirlər ki, günəşin deməli oxu da, yerin oxu da belə bir deməli yer kürəsi öz oxu ətrafında fırlananda güya yerin oxu da belə bir hərəkət edir, güya çevrə düzülür. Əgər yerin oxu elm dediyi kimi müəyyən çevrə düzsəydi öz yerində, yerin oxu çevrə düzsəydi biz şimala baxanda həmişə şimal ulduzunu dəqiq olaraq şimal qütbünün üstündə görməzdik. Şimal ulduzu da belə bir çevrə düzərdi öz yerində. Amma şimal ulduzu kompasa baxanda, gözlə baxanda, çerez kompas baxanda biz görürük ki, o yerindən qətiyyən tərpənmir, yəni çevrə cızmır. Deməli, baxış borusundan ətrafında çevrə cızmalıdır. Çevrə cızmır, deməli, o deməkdir ki, deməli, yerin oxu heç bir çevrə cızmır. Bunu qeyd edək. Deməli, indi keçirik yenə bu yerin günəş ətrafında hərəkəti məsələsinə. Yer günəş ətrafında hərəkət edirsə, elm dediyi kimi güya belə bir 67 dərəcə bucaq altında və mən bunu biraz dartılmış şəkildə çəkmişəm ki, əyani gözlə görünsün bu fiquru. Deməli, biz günəşə yaxın olanda güya bizdə qış olur burada. Afrikada, Avstraliya, Cənubi Amerikada yay olur. Günəşdən biz uzaq olanda, günəş bizə perpendikular düşdüyünə görə bizdə yay olur, onlarda isə qış olur. Əgər belə olsaydı, həqiqətən ay belə bir hərəkət eləsəydi, yer günəş ətrafında belə bir hərəkət etsəydi, onda deməli Afrikanın yayı bizim yayımızdan günəşə yaxındır, isti olmalıydı, necə ki var. Amma bizim qışımız günəşə yaxındır, nəinki Afrikanın, Cənubi Amerikanın və Avstraliyanın qışı. Belə çıxır ki, bizim qışımız onların qışından 10-15 dərəcə isti olmalıdır. Ona görə ki, onların yayı bizim yaydan 10-15 dərəcə isti olmalıdır, bizim isə qışımız onların qışından isti olmalıdır. Yəni bizim qışda ümumi soyuq olmalıdır. Onların qışı bizim qışdan soyuq olmalıdır, onların yayı isə bizim yaydan isti olmalıdır. Onların yayı bizim yaydan istidir, amma onların qışda onlar bizdən, bizim qışda günəşdən olan məsafəmizdən çox olduğu üçün və təxminən eyni bucaq altında bizə qışda və onlara qışda günəş şüaları düşür. Belə çıxır ki, qışda bizdə 10-15 dərəcə şaxta olanda, burada yaxın məsafədə, onlarda qışda 20-30 dərəcə şaxta olmalıdır. Biz bilirik ki, Cənubi Afrikada, Avstraliyada, Cənubi Amerikada, Argentinada qışda nəinki 20-30 dərəcə şaxta olmur, hətta müsbət 20 dərəcədən aşağı temperatura olmur. Yəni, yerin günəş ətrafında bu cür hərəkəti günəş enerjisinin paylanması nöqteyi nəzərindən də təsdiq olunmur. Deməli, Quran ayələrində yazılıb ki, Allah Teala deyir ki, qiyamət günü ulduzlar yerə səpələnəcək və Allah Teala deyir ki, hər şeyi mən heçdən yaratmışam. Deməli, buna uyğun olaraq dedi ki, Lomonosov sübut eləməyə çalışır ki, heçdən nə enerji yaranmır, nə də materiya ki, enerji ilə əlaqədardır, heçdən yaranmır və heçə dönə bilməz. Və əlavə olaraq elm alimləri deməli əlavələr etdilər ki, güya göydəki ulduzların sayı 200 milyarda yaxındır və hər bir ulduzun da ölçüsü yer kürəsindən minlər və milyonlar dəfə böyüdür. Düzdür, biz burada göstərdiyimiz metodlarla yerdən ulduzlara qədər məsafələri ölçüb və biz əminəm ki, biz sübut edə bilərik ki, ulduzların ölçüləri elmin dediyi kimi. Deməli, elm bizə sübut edir ki, ulduzlar 200 milyarddan yerdən minlər dəfə, milyonlarla dəfə böyükdür və onlar yerə düşə bilməzlər. Yəni, Quranda bu səhv deyilib, düzgün ifadə olunmayıb bu söhbət. Digər tərəfdən ki, Quran deyir ki, hər şeyi heçdən yaratdım, elm sübut eləmək istəyir ki, heçdən yaranmır, heç nə dönə bilməz. Yəni, yenə Quranda səhv yazılıb. İndi biz Rutherford təcrübəsinin köməyi ilə bunu deməli sübut eləməyə çalışacaq. Deməli, 1905 ya 15-ci ildə Fransız Rutherford atomun modelini çəkib formasını. Rutherfordun deməli təcrübəsinə görə, əgər biz atomu nüvəsini noxud boyda bir təsəvvür eləsək, atomun ətrafında ENS, P təbəqələrdə deməli elektronlar ki fırlanır işıq sürəti ilə, o elektronların deməli
axırıncı elektron nüvənin mərkəzindən hansı məsafədirsə, ora deməli o məsafə deməli atomun sərhəddi sayılır. Deməli atomu əgər deyir biz nüvəsini bir noxud boyda təsəvvür eləsək, atomun axırıncı elektron, mərkəzdən fırlanan elektronun məsafəsi o noxuddan 1 kilometr olacaq və atomun deməli ölçüləri 1 kilometr olan bir sferya, kiçik bir şəhərə həcmində olacaq atomun ölçüsü. Əgər onun nüvəsini bir noxud boyda təsəvvür eləsək, yəni atomun noxud boyda nüvəsi ətrafında elektronlar böyük məsafələrdə fırlanırlar və 1 kilometr radius olan böyük, ya diametri 2 kilometr olan böyük bir sfer əmələ gəlir. Ona oxşar bir fiqur əmələ gəlir. Belə çıxır ki, bu elektron ki var, hərəkət edir atomun ətrafında. Əgər bu elektronlar dayansalar, düşsələr atomun nüvəsinin üstünə 2 kilometr radiusu olan sfera gələr olar noxud boyda. Bunu mən hesablamışam, 700 trilyon dəfə kiçilmə baş verər. Və elektronlar, deməli atomlar arasındakı məsafə də böyükdür. Biz atomlar bilirik ki, bir-birinə yapışmayıb, onlar arasında böyük məsafə. Əgər atom məhv olsa, onlar arasındakı məsafə də məhv olur. Deməli, ikinci dəfə bir 700 trilyon dəfə kiçilmə gedir. 2 dəfə 700 trilyon dəfə kiçilmə gedir. Yəni, yer küləsi gəlib yumruq boyda, ya da yemiş qarpız boyda olub yerə kiçilə bilər. Nəzərə alsaq ki, elmdə sübut edir, Quranda da deyilir, atomun nüvəsi də bölünür, neytrona, protona, onlar da bölünür, elektron da bölünür. Əgər bu kiçilmə onların da arasında baş versə, materiya yoxa çıxa bilər, gözə görünmür. Yer kürəsi o qədər kiçilər ki, gözə görünməz, yəni yox olar. Əgər yox olarsa, deməli, yoxdan yaranması ehtimalı da burada sübut olunur. Biz bilirik ki, hər bir adam atomu öyrənsə, onda elektronların hərəkətini, onların deməli qanunlarını öyrənsə, möcüzə görülür. Bizim gözümüzün qanununda möcüzə açılır. Bilirik ki, bu atomu, bu materiyanı yaradan bir yaradıcı var və bu elektronlara bu işıq sürəti ilə müəyyən olunmuş dəqiq çevrələr boyda hərəkəti ona verən bir yaradıcı qüvvə almalıdır və onları nəzarətdə saxlayır. Əgər Allah Taala yaradıbsa bu materiyanı, ulduzlar ki, materiya sayılır və bu elektronlara o sürəti və marşrutları müəyyən eləyibsə və o əmr eləsə, bu elektron sürəti azala bilər. Elektron sürəti azalanda nə baş verir? Elektron deməli dayana bilər, sürəti azala bilər. Deməli, elektronlar nüvə ətrafında fırlanır, MV-da bölsün 2 kinetik enerjisinə malikdir. Deməli, bu kinetik enerjisi ilə hərəkət edən elektronlarda belə bir mərkəzdən qaçma qüvvəsi əmələ gəlir. Bu mərkəzdən qaçma qüvvəsi nüvənin mərkəzindən cazibə, nüvənin mərkəzi müsbət elektronsa mənfidir. Deməli, mərkəzin cazibə qüvvəsi ilə bu mərkəzdən qaçma enerjisinin deməli fərqi belə bir qüvvə əmələ gətirir. Bu qüvvə təxminən deməli nüvəyə paralel olan bir qüvvədir, belə bir qüvvədir və necə ki kosmik gəmi kosmosda yerin birinci kosmik sürəti biz veririk, o motoru söndürür, yerin ətrafında daim fırlanır. Elektronlar da elə o qanunla deməli nüvə ətrafında fırlanırlar daim. Deməli, elektronun hər hansı bir səbəbdən sürəti azalsa, elektronun deməli mərkəzdən qaçma qüvvəsi ilə cazibə qüvvəsinin, nüvənin cazibə qüvvəsinin fərqi belə yox, belə bir istiqamətdə azalsa, elektronun deməli kinetik enerjisi kiçilsə, yəni elektron sürəti azalsa, bu kinetik enerjisi azalsa və kinetik enerjisinə bərabər proporsional asılı olan mərkəzdən qaçma qüvvəsi azalıb bura düşsə, deməli bu qüvvələrin cəmi belə yox, belə bir qüvvə olacaq və elektron deməli gəlib nüvənin üstünə düşə bilər. Bu da iki yollu ola bilər. Elektron sürətinin azalması iki yollu ola bilər. Məsəl, ən sadə yol. Allah Taala veribsə bu sürəti, o sürəti azalda bilər, əmr verib. Onda elektron düşür nüvənin üstünə. Deməli, atom 2 dəfə 700 trilyon dəfə kiçilmə baş verir. Hələ nüvəyə qədər bu kiçilmə getsə. Nüvədən də ona getsə, bir şey məhv olub, yox olub gedər. Və yaxud da Allah Taala əmr versə ulduzlara ki, gəlin yerə, ulduzlar yerə gəlsə, fırlana gəlsələr yerə, deməli, ulduzlar atomlardan təşkil olunub, atomların ətrafında elektronlar hərəkət edir. Müəyyən vaxtlarda, müəyyən periodlarda bu hərəkət vaxtı, deməli, atomların nüvəsinin hərəkət istiqaməti ilə elektronun istiqaməti üst-üstə düşəcək. Atom ətrafında hərəkətində elektron istiqaməti ilə atomun hərəkət istiqaməti üst-üstə düşəcək. Deməli, Einstein'in paradokslar, ekizlər paradoksunda yazılıb ki, deməli, işıq sürətindən böyük sürət yoxdur, mümkün deyil və ekizlər paradoksuna görə əgər atom hərəkət edirsə və atomun üstündə elektronun hərəkət sürəti işıq sürətinə bərabərdirsə və atomun sürəti ilə üst-üstə düşürsə, deməli, elektronun sürəti atomun sürəti qədər kiçilməlidir. Ona görə ki, elektronun sürətinin üstünə də atomun sürətini yazsın, işıq sürətindən böyük sürət alınır. O da deyir ki, sübut eləyib ki, bu mümkün deyil, Einstein düz deyibsə. Belə çıxır ki,
atomun hərəkət istiqamətinin elektronun hərəkət istiqaməti üstə düşəndə mv kvadrat bölünsün 2 kinetik enerjilər sürət məsələn 5000, 10000 km/saat azalır, saniyədə azalır və onun kvadratı qədər enerjisi, kinetik enerjisi azalır. Kinetik enerjisi o sürətin fərqinin kvadratı qədər azalanda mərkəzdən qaçma qüvvəsi də azalır. Məsələn, gəlir düşür bura və mərkəzdən qaçma qüvvəsi azalanda cazibə qüvvəsi bu qüvvənin cəmi bu tərəfə getmir, biraz meyl elir içəri və meyl elədikcə yaxına gəldikcə nüvənin enerjisi üstəliyir, dartır, o elektronu salır və materiya kiçilir, həddən artıq gəlir olur. Məsələn, yerdən böyük olan bir ulduz gəlib ola bilər yumruq boyda və yaxud da qoz boyda. Deməli, ulduzların qiyamət günü yerə səpələnə bilməsi, baxmayaraq olan sayı milyonlarladır, milyardlarladır və yer kürəsindən böyüdülər, deməli, onların yerə tökülə bilməsi ehtimalı düzdür. Elmin deməli, əksinə olaraq. Başqa bir burada biz deməli bir sxem çəkmişəm. Burada deməli 3 vəziyyət götürülüb. Yer kürəsi deməli öz ox ətrafında fırlanır, belə bir hərəkət edir. Mən ekvatoru götürmüşəm, Azərbaycan ərazisini, bu da Leningradı təxminə götürmüşəm şimal. Deməli biz 24 saatda burada 40.000 kilometr fırlanır insan ekvator üzərində olanda. Azərbaycanda olanda təxminə 30.000, burada 15.000 təxminə 20.000 kilometr deməli sutka ərzində fırlanır. Deməli burada fırlanma sürəti buradakindən çoxdur, buradakindən çoxdur. Yəni burada insan olanda kinetik enerjisi, ona mərkəzdən qaçma qüvvəsi buradakindən çoxdur, burada olanda buradakindən çoxdur. Deməli yerin cazibə qüvvəsi isə yer kürəsi yolculuğuna və yerin mərkəzinə doğru yönəldiyinə görə hər yerdə eynidir. Burada cazibə qüvvəsi eynidir. Amma mərkəzdən qaçma qüvvəsi deməli ekvatora yaxınlaşdıqca daha böyükdür. Bunu nəzərə alaraq belə bir nəticə çıxartmaq olar ki, əgər bu mərkəzdən qaçma qüvvəsi ilə yerin cazibə qüvvəsinin fərqi burada belə olur. Əgər biz Leningradda yaşıyorsa bizi həmişə bir qüvvə deməli cənuba və şərqə doğru çəkir. Həm yerə böyük qüvvə, belə bir qüvvə, həm də əyməyə bizi irəli cənuba doğru çəkir. Burada isə Azərbaycanda yaşayan adam isə o qüvvə 2 dəfə az cəzb edir. Həm yerə, həm də aşağı. Yəni adam yüngül özünü hiss eləməlidir, biraz rahat hiss eləməlidir. Burada isə Afrikaya yaxınlaşanda isə o qüvvə düz bizi yerə çəkir, ayağımızın altına və bu qüvvələrdən çox kiçik olur. Yəni şimaldan cənuba getdikcə belə çıxır ki, insanın yerə basan qüvvə azalır. Deməli, atmosfer təzyiqi də azalmalıdır. İnsanın yerə basan qüvvə də azalmalıdır. İnsan özünü yüngül, deməli, cənuba getdikcə özünü yüngül hesab eləməlidir. İnsanın deməli, əgər burada insan qaçırsa saatda məsələn 10 kilometr onun gücü enerji satırsa, burada 15 kilometr, burada o qaça bilər 20 kilometr. Deməli, onun enerjisinin o ətraf mühitin, o yerin cazibə qüvvəsinin müvazinətə gətirmək üçün sərf elədiyi enerji bura getdikcə azalır. Yəni, insanın bədəni şimala getdikcə, cənuba getdikcə şimaldan sağlam olmalıdır. İnsanın deməli enerji sərfi, ətraf mühitin təzyiqlərinə qarşı enerji sərfi də az olmalıdır. Deməli, qan dövrəni rahat keçməlidir. Belə çıxır ki, insan burada müalicə oluna bilmirsə, gəlib burada asanlıqla müalicə oluna bilər. Ona görə ki, bədənin enerjisinin bir hissəsi ki, ekonom olur bu qüvvənin, insanı aşağı basan qüvvənin azalması hesabına. Bu da immun sistemin maddələr mübadiləsinin və s. işinin normallaşmasına sərf ola bilər. Deməli, müalicə olan insan burada yox, burada olsa və yaxud da ekvatora yaxın olsa, deməli, onun müalicəsi daha asan, daha yüngül başa gələr, bəlkə də dərmansız başlayır. Buradakı idmançı burada öz rekordunu təzələyə bilər. Deməli, buradan bizi bura qüvvə itələyir, bu qüvvə bizi itələyir cənuba. Əgər buradan bura maşın getsə 100 km və əks istiqamətdə bura gələndə enerji sərfi, bura dala gedəndə həmin yol enerji sərfindən deməli az olar. Mən bunu 25 il bundan qabaq 1000 dəfə getdiyim bir yolda dəqiq olaraq yoxlamışam. 1 litr, 1 litr yarım fərq eləyir. Benzin sərfi deməli, burada kosmosa bir raket çıxartmaq üçün və burada enerjilər fərqli olmalıdır. Burada enerji sərfi buradakindən 2 dəfə az olmalıdır təxminən. Sonra deməli, burada eyni bir avtomobilin, eyni bir 20 tonluq yükü daşıyan bir avtomobilin enerji sərfi buradakindən deməli ekonom olmalıdır, az olmalıdır və s. Deməli, bütün bunları nəzərə alıb, bunlar ətrafında tədqiqat aparıb daha çoxlu nəticələr bu haqda çıxartmaq olar. Başqa bir şəkil var ki, burada qısa olaraq başqa bir şəkil var. Düzdür, bu şəkil tədqiqat hələ axıracan aparılmayıb. Deməli, bu Quran-ı Kərimdə deyilir ki, bətində olanların oğlan və yaxud da qız olmağını Allah bilir, Allah müəyyən edir, biz bunlar razıyıq. Amma bəzən deyirlər ki, İslamda ki,
kimin oğlan, kimin qız olmağını biz bilə bilmərik. Bunun haqqında düşünmək bu günahdır. Amma Allah Teala hər şeyi elmlə biz bilirik ki, yaradıb. O cümlədən də insanın uşaq və yaxud da oğlan və yaxud da qız da olması ana bətində. Bu da Allahın deməli elmlə gördüyü bir işdir. Deməli, Allahın elmini bilmək və o elmdən düz məqsədlə istifadə etməksə, mənim nəzərimdə bu günah sayılmır. Deməli, biz bilirik ki, bətində uşağın, hamilə vaxtı uşağın oğlan və yaxud da qız olması, deməli, o insanların qadın və kişi X, Y xromosomlarının aktivliyi ilə əlaqədardır. Bunu elm sübut edib. Və bu X, Y xromosomlarının da deməli aktivlik periodları var ki, bu period dəyişir bir neçə il ərzində. Deməli, yaşım səviyyəsindən asılı olaraq, deməli, oğlan və qızın, evlənən təzə oğlan və qızın, deməli, yaşının fərqinə görə və onların yaşlarının, onların X xromosomlarının aktivliyi ilə, deməli, əlaqəsini tapmaqla və onu nəzərə almaqla, deməli, biz onların nə vaxt evlənməsi və yaxud da nə vaxt hamilə olsalar, hansı uşağın oğlan və ya qız olmasını, deməli, bu cədvəlin köməyi ilə, deməli, biz tapa bilərik. Düzdür, cədvəlin əvvəli və axırı hələ sərhəddi müəyyən olmayıb. Dəqiq buna bir neçə saat tədqiqat aparmaqla, deməli, bunu dəqiqləşdirmək olar. Bir ailədə 5-6 uşaq, qız uşağı doğulubsa, o ailə oğlan uşağı, deməli, istəyirsə doğulsun onlarda, deməli, hamiləlik vaxtını 1 ay, 2 ay, 5 ay, 1 il, 3 il yox, 1 il, 2 il uzağı dəyişməklə, irəli aparmaqla, deməli, onlar nail ola bilərlər ki, onların doğulacaq təzə uşaqları oğlan olsun və yaxud da qız olsun. Deməli, hər 10 ailədən biri ikisində, deməli, qadın və kişinin təxminən aktivliyi, xromosomların X, Y, kişi və qadın xromosomlarının aktivliyi təxminən eyni, deməli, vəziyyətdə, eyni periodlara malik olur. Onlar üçün bu mümkün deyil, çətindir, burada başqa amillərdən asılıdır. Amma əhalinin təxminən 80%-i qadın və qız oğlanların, deməli, o qız və oğlanların 80%-ində, deməli, bu aktivlikdə böyük fərq olur. Aktivlik periodlarının deməli dəyişməsində X, Y xromosomlarının böyük fərq olur və onlar üçün 90% ehtimalı ilə, mən deyərdim ki, 95% ehtimalla deməli bu işi planlaşdırmaq olar və dəqiq olaraq qabaqcadan, məsələn, demək olar ki, hansı ayda bu iş görülsə, deməli nəticə oğlanla və yaxud da qızla qurtara bilər və s. Bura qədər hələlik bu.